altlarımda qaralmalar var. Bunların səbəbləri nələrdir? Gözaltı qaralmaların çox müxtəlif səbəbləri vardır. İlk növbədə yuxusuzluq, havasızlıq, dehidratasiya, yəni susuzluq, müxtəlif hormon pozğunluqları, ən çox qalxanvari vəz xəstəlikləri, böyrək üstü vəz xəstəlikləri səbəbindən meydana çıxan gözaltı qaralıqlar. Çünki bu zaman bilirik ki, qalxanvari vəz xəstəliklərindən dəri quruyur. Qurumuş dəri, gözaltı dərisi çox nazik olduğu üçün ilk növbədə orada özünü büruzə verir. Və gözaltı damarlar əgər iri qabaritdədirsə, artıq onlar kölgə kimi göz altına qaralıq verir. Bundan başqa televizor, telefon, planşet, kompüter kimi elektron cihazların həddindən artıq çox istifadəsi burada da göz quruluğundan söhbət gedir və gözaltı kölgələrin yaranmasına səbəb olur. Amma gözaltı kölgələrin ən böyük səbəbi genetik faktordur. Əgər ailə üzvlərindən bir neçəsində gözaltı qaralar, gözaltı şişkinlik, torbalar varsa, artıq bu genetik faktor hesab olunur. Doktor, bəs bu qaraltıları aradan necə qaldırmaq olar? Bunların həlli yolları müxtəlifdir, törənmə səbəblərindən asılı olaraq. Məsələn, gözaltı kremlərdən dediyimiz kimi dəri tipinə uyğun seçilmiş qulluq vasitələrindən geniş istifadə mütləqdir. Bu zaman nəzərə almalıyıq, göz ətrafı kremlərin tərkibində kofein, vitamin K, vitamin C və retinol olmalıdır. Çünki bunların funksiyası whitening, yəni ağardıcı funksiya daşıyır. Bundan əlavə xüsusi peelinglər vasitəsilə göz çevrəsi üçün nəzərdə tutulmuş peelinglər vasitəsilə qaralığı aradan qaldırmaq olar. Üçüncü, müxtəlif lazerlər vasitəsilə qaralıqları aradan qaldırmaq olar və xüsusilə göz çevrəsi üçün hazırlanmış mezokokteyllər vasitəsilə bu problemi həll etmək olar. Dediyim kimi, bu kokteyllərin tərkibində də yenə vitamin C, vitamin K, kofein, bu məhsullar, mikroelementlər olur ki, bunlar da sırf gözaltı qaralığı aradan qaldırmağa xidmət edir. Bundan əlavə PRP, yəni plazma terapiya vasitəsilə də bu problemə son deyə bilərik. Plazma terapiya, yəni insanın öz qanından alınmış trombotsitar kütlənin kiçik iynələr vasitəsilə göz ətrafı daha doğrusu nahiyəyə injekta edilməsidir ki, bu da gözaltı həlqələrin, torbaların, şişkinliklərin aradan qaldırılmasında böyük rol oynayır.